Son zamanlar en çok müraciətlərdən biri də epigastral nahiyədə kəskin ağrılar, ürək bulanma, ishal kimi şikayətlər olur və bu xəstələrdən soruşduqda ki, sizdə temperatur olub yoxsa yox. Bir qism xəstələr vurulur ki, bəli, temperatur olub. Ona görə də məcbur olaraq biz ən önəmli qanın ümumi analizi CRP-ni mütləq verməliyik. Çünki əgər qanın ümumi analizində leykositlər qalxıbsa, ROE-si qalxıbsa və yaxud da CRP-də yüksəliş varsa, burada iltihabı prosesdən gedir söhbət. Və bu zaman biz burada məədaltı vəzin də düşünə bilərik ki, görək məədaltı vəzində narahatçılıq var yoxsa yox və digər analizlər, məədaltı vəzinə görə analizlər verilir. Bu bizə kifayət edir ki, xəstəyə ilkin biz diaqnoz qoya bilək. İlkin diaqnoz qoymaq üçün qanın ümumi analizdir, CRP-dir, kreatindir. Ən önəmli analizlərdir ki, bizə istiqamət versin ki, biz hansı tərəfə gedək.